Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Həmişə olduğu kimi Mərdəkandayam. Bu günləri siz istəyəni tapdım sizə. Yəni ki, 7 sotun içində 360 minə start qiymət. Bax, ağlaylı belə həyəti, evin özü, hamısı ağlaylı. Sizə bir dənə ev çəkib göstərirəm bu günləri. Bu qiymətə ümumiyyətlə, belə deyək də, 5 sot olur. Amma mən sizə 7 sot tapmışam. Bura mətbəximizdir, manqalxana, zona barbekü. Bilin ki, içində belə mebeli var. Stolla, tam əşyalı da, tam əşyalı. Burada sanuzyolu var. Hamamla ayaq yolusu. Gəl buradan çıxaq, gəl. Bax, mebellə stol taxtadandır. Gəl. Ağlaylı ev. Bu ev üçün zəng eləsiniz, deyin ağlaylı ev üçün gəlib baxmaq istəyir. Hovuzumuz var. 3 yarımın 6 yarıma. Putla idarə olunan qapı. Gəl. Bu da sizə həyət, baca. Yaşıllığı. Arxasına keçid, həyətin işıqlandırması. Tam dolu əşyalı. Mebel almayacaqsınız. Buyur. Sənəd kopça çıxarırsınız, ton mülkiyyət. Evimiz istipolla təchiz olunub. Burada sağ tərəfdə mətbəximiz. Bax, soyuducu, paltar yığan, hər bir şey var. Mətbəx mebeli yığılıb. Stol. Keçək qonaq otağımıza. Qonaq otağımızda uqlavoy divan, jurnalli stol. Nədir onun adı? Televizor. Burada stolu. Burada polka. Bura hamam tualeti. Aksesuarlar da var. Və 3 dənə yataq otağımız. Bu birinci yataq otağı. Krem rəngdədir. Televizordan tutmuş vardı. Aşağı yerdə olacaq təbii. Qapılar ağ rəngdədir. Bura ikinci yataq otağıdır. Və üçüncü yataq otağı. Buranın da özünün geniş ölçüdə sanuzyolu var. Yəni bu ölçək görsət. Kim alsa Allah xeyir versin. Sotu böyüdür da, 7 sot. Mərdəkanda Merlin tərəfdə yerləşir. Bravo yolu, yolun sol tərəfində. Zəng eləyəndə deyin ağlaylı ev üçün, mən də bilim hansı ev üçün zəng eləmişsiniz. Kim alsa Allah xeyir versin.